Oyun terapiyası nədirdən öncə oyun nədir? Bu sualı cavablandırmaq istəyirəm. Buyurun. Oyun uşağın dilidir. Oyun uşağın özünü ifadə etmə, duyğu və düşüncələrini, daxili aləmini ifadə etmə bir vasitəsidir və oyun uşağı tək ifadə dili deyil də onun özünü öyrənmə prosesi, inkişaf etmə prosesinə böyük təsir edən bir faktordur və oyunlar ümumiyyətlə terapevtik gücə malikdirlər. Mən burada inkişaf deyəndə nəyi nəzərdə tuturam? Çünki oyun oynayarkən uşağın psixoloji, emosional, sosial sferası, nitq bacarığı, eləcə də psixoloji prosesləri inkişaf edir. Və eyni zamanda da öyrənməklə paralel olanda oyun, uşaqda öyrənmə daha qüvvətli şəkildə olur. Deyək ki, valideynlər evdə uşaqlarına heyvanlar öyrətmək istəyir və yaxud da meyvələri və yaxud da rəngləri. Bunları oyun əsası ilə quranda uşaq bunu daha gözəl qavrayır.